Ermənistanda gerçək hakimiyyət uğrunda bir savaş var. Sadəcə olaraq onun açıq və gizli məqamları var, görünən görünməyən tərəfləri var. Amma mən düşünürəm ki, bu seçki yaxınlaşdıqca da bu savaş daha da güclənəcək, daha da sərtləşəcək. Təbii ki, orada Rusiyanın çox böyük bir ekibi var. İndi onlar zəif görsənməklərinə baxmayın. Seçki yaxınlaşdıqca məncə toparlanacaqlar. Nəzərə alsaq ki, onun kilsə ayağı var, siyasi partiyalar var, ordu var, məmurlar var, ictimai yəqin ki, rəy liderləri var, varlı milyarderlər var, imkanlı biznesmenlər var, ermənilərin Rusiyadakı diasporu var. Hətta bəzən çox qəribədir ki, bu ermənilərin Amerikada, qərbdəki diasporlarda belə sanki Moskvadan idarə olunur. Onlar üçün vaxtıyla onları təşkil olunmasında SSR-nin rolu olub, KGB-nin rolu olub. İndi də o yenə də ora bağlıdırlar, orada işləyirlər. Baxmayaraq ki, pulu Fransada qazanırlar, Amerikada qazanırlar, amma çox qəribədir ki, onlar da daha çox fəaliyyətlərini sanki Moskva ilə koordinasiya edirlər. Yəni, baxın, bu saydığım və yəqin ki, hələ diqqətdən qaçan hansısa spektr icmalar da var. Bunların hamısı bir araya gələndə, toparlananda bu böyük nəhəng bir qüvvədir. Yəni, Paşinyanın bunlarla baş verməsi olduqca çətin məsələdir, məsuliyyətli məsələdir. Sadəcə o Paşinyanın üstün cəhəti ondan ibarətdir ki, hakimiyyət var əlində, inzibati resurslar var onun əlində, informasiya imkanları var. Və təbii ki, Qərbin də, Amerikanın da, Avropanın da müəyyən dəstəyi var. Və ən başlıcası da Rusiya ilə artıq qurtulmaq istəyən erməni ictimai rəyi var. Yəni, Ermənistanda indi o sadə insanlar, ermənilər də başa düşürlər ki, yenidən Rusiyanın nüfuz dairəsinə qayıtmaq, yenidən keçmişə qayıtmaq. Odur ki, məncə, bax, belə bir şəraitdə proses gedir. Yəqin ki, enində sonunda da seçkidə həsil çıxacaq ortaya. Hər halda mən çətin bir savaş gözləyirəm, ağır bir savaş gözləyirəm, amma hər halda mən də düşünürəm ki, ümid eləmək olar ki, Paşinyan qalib gələcək. Amma çox sərt və ağır bir savaşdan keçirik ki, Amerikanın özünün də bugün Türkistana ehtiyacı olur. Xüsusilə son günlər nadir torpaq elementləri ilə əlaqəli Çin və Amerika arasında bir problem yaşandı. Çin onların Amerika idxalını dayandırdı. Və bəlli oldu ki, Amerika ümumiyyətlə bu nadir torpaq elementlərindən demək olar ki, məhrumdur. Yəni, konkret olaraq Çindən asılıdır. Dünyada hətta bunların hardasa bir 95%-nin ümumiyyətlə Çində istehsal olunduğu bəlli oldu. Yəni, belə bir şərait Amerikanın əndişəsi təbii ki, daha da artdı. Yəni, onlar özlərinin bugün hərbi sənaye kompleksini, müdafiə sənayesini, nə bilim, ümumiyyətlə sənayenin bir çox sahələrini, baxıcıra bu yeni elektron maşınlardır, təyyarə istehsalıdır və s. Bunların bu istehsalın yürüməsi üçün bu nadir torpaq elementləri lazımdır. Bu da Amerikada anlaşılan odur ki, yoxdur. Amma bu elementlər Türkistanda olduqca zəngindir, çox. Digər tərəfdən, məsələn, Qazaxstanda da, elə Özbəkistanda da uran ehtiyatları var. Amerika özü hətta bugün Rusiyadan asılıdır. Rusiyadan İran uran ehtiyaclarını ödəyir. Və nəhayət Türkistan, siz də qeyd edildiyiniz kimi, Rusiyanın və Çinin yanındadır. Yəni, çox strateji bir əhəmiyyət daşıyan bölgədədir. Üstəlik, bu bölgədən orta yol keçir, böyük ticarət yolu keçir. Yəni, baxın, bunlar hamısı, təbii ki, Amerika üçün çox əhəmiyyətli bir məsələdir. Türkistan üçün də vacibdir. Çünki Türkistana da Çinin və Rusiyanın təzyiqlərindən qorunmaq üçün daha fərqli bir gücə, böyük bir gücə yəni bir sığınma zərurəti var. Yəni, bu baxımdan Amerika bugün Türkistana lazımdır, deyə bilirik. Yəni, burada bir qarşılıqlı, faydalı əməkdaşlıq söz konusudur. Təbii, bu New York'dan baş tutan bu görüş 5+1 formatı, mən düşünürəm ki, Türkistan üçün də, eyni zamanda Amerika üçün də olduqca əhəmiyyətlidir. Düzdür, buna hələlik Çinin və Rusiyanın reaksiyası yoxdur. Məncə, Trump bu məqamlar, üstəlik ki, Rusiya-Ukrayna savaşından istifadə edərək Türkistanda güclənməyə, bəlkəməyə çalışır. Orada təbii ki, investisiya qoyur, orada zaten Amerika şirkətləri var. İndi bu şirkətlərin biraz artması gözlənilir.
Qazaxıstanla hardasa bir 30'a qədər müqavilə imzalandı. 17 milyard ora sərmayə qoyulması müzakirə olundu. Eyni zamanda Özbəkistanla da müqavilələr imzalandı. Özbəkistana da belə yəni sərmayə qoyulması və sair o məsələlər müzakirə olunub. Özbəkistan və Amerika arasında. Yəni düşünürəm ki, bu Türk dövlətlərinin təhlükəsizliyi baxımından, güclənməsi baxımından, iqtisadi baxımdan güclənməsi üçün əhəmiyyətli bir məsələdir. Həm də nəzərə alsaq ki, orada iş yerlərinə ehtiyacı var. Son vaxtlar Türkistandan olan mühacirlərin Rusiyada sıxışdırıldığını görürük. Müxtəlif problemlərin yarandığını görürük. Belə bir şəraitdə Türkistana Amerikanın dəstəyinin gəlməsi, ABŞ texnologiyasının gəlməsi, onun himayəsinin orada istehsal sahələrinin qurulması açıq Türkistanın vəziyyəti dəyişir. Yəni onların mövqeyini gücləndirir. Yəni bu baxımdan bunu əhəmiyyətli sayıram. O İbrahim razılaşmalarına gəldikdə o da təbii ki, Amerika lazımdır, İsrailə lazımdır ki, Türk dövlətləri, ümumiyyətlə müsəlman dövlətləri İsraili tanısınlar, onun təhlükəsizliyinə təminat versinlər. Yəni bax bu İsrailin tanınması nöqteyi nəzərindən məncə bu müqavilə də həm İsrail üçün, həm də Amerika üçün əhəmiyyətli bir məsələ idi. Yəni bunu Qazaxıstanın gesti kimi düşünürəm ki, qəbul eləmək olar. Hər halda bu əməkdaşlıq düşünürəm ki, tərəflər üçün faydalıdır. Məncə qərb müttəfiqləri Ukrayna dəstəyi artıracaqlar. Çünki onlar başa düşürlər ki, Ukraynanın məğlubiyyəti bütövlükdə Qərbin, Avro-Atlantikanın məğlubiyyətidir. Nəyək də sabah Rusiya orada qalib gələrsə, deməli Avropaya yol açılır. Digər Avropa ölkələri də Rusiyanın təhdidi ilə, işğalı ilə üzləşə bilər. Ona görə də mənim düşünürəm ki, bu Pokrovskaya baş verənlər Qərbin, Amerikanın da, Avropanın da, NATO'nun da bütövlükdə Ukrayna diqqətini artıracaq. Yəqin ki, həm silah-sursat təchizatı, həm kəşfiyyat dəstəyi, eyni zamanda raketlərin verilməsi və s. Amma bildiyim qədər Pokrovskada da hələlik, yəni Pokrovsk belə deyək də, artıq şəhərin içində savaş gedir. Hətta harada Ukraynalılar var, harada Ruslar var, onu belə müəyyənləşdirmək çox çətindir. Hətta bir maraqlı bənzətmə, hərbi ekspertlərdən biri dedi ki, şəhərin elə hissəsi var ki, qaradır, elə hissəsi var, yaşıldır və s. Yəni, hətta Ruslar, məsələn, kiçik qruplar halında bir çox zdaniyalarda bərkimək, sanki yüksəklikdən Ukrayna ordusunu vurmağa çalışırlar. Ukraynada çox şiddətlə orada müqavimət göstərir. Ümumiyyətlə, oktyabr ayının ərzində Pokrovskaya Rusiya hardada 30.000 itki verir. Həddindən çox itki verir. Hətta hər gün orada 1000-dən çox itki var. Hətta tanklar, toplar, silah-sursat demək olar ki, hətta bu günləri mən rast gəldim. Ümumiyyətlə, deyərsən, Rusiyanın da tankı da yox. Tankları belə var. Yəni, bütün gücü ilə, bütün şiddəti ilə oranı almağa çalışır. 50.000-dən çox bir ordu Rus əskəri savaşdır. O istiqamətdə 170.000-lik bir ordunun olduğu deyilir. Yəni, olduqca böyük canlı qüvvə Rusiya oraya yığıbdır. Eyni zamanda təyyarələrdən, bombalardan, planlardan da istifadə edir. Yəni, əlindən gələn hər bir şeydir ki, Pokrovskını alsın. Amma bildiyim qədər hələlik mümkün olmur. Düzdür, Ukrayna, Putin səhv etmirəmsə ayın 15-nə qədər Pokrovskını almağı tapşırıbdır. Amma çox çətindir. Yəni, bu günləri orada demək olar ki, ölüm-dirim savaşı gedir. Hətta mən bu gün rast gəldim bəzi məlumatlarda Ukrayna artıq Rusiyanın orada sarsıtdığını deyir. Rus ordusunun bir çox istiqamətlərdə məğlubiyyətə uğratdıqlarını deyirlər. Xüsusən orada bir magistral var. Magistrala Ukraynalıların nəzarət elədiyi deyilir. Xüsusən Pokrovskinin şimalı hələlik Ukraynanın nəzarətindədir. Amma Rusiyada yenidən qüvvə yığır, yenidən hücum edir. Belə ağır savaşlar gedir. Hər halda mən düşünürəm ki, qəhrəman Ukrayna xalqı qoruyacaq. Amma düzgün, əslində də Pokrovskda bir şəhər də qalmıyor. Təqribən oranın 60.000 əhalisi var idi. Bu Ukraynanın hardasa 76-cı, 77-ci şəhəridir. Şəhər demək olar ki, darmadağın edilib. Amma bütün bunlara rəğmən Ukrayna o şəhəri qoruyur, dünyanın ikinci ordusundan müdafiə oluna bilir.